İnquşetiyanın keçmiş rəhbəri Yunusbek Yevkurova Putin növbəti dəfə bir vəzifə verdi. Bu ordu daxilində xüsusilə də vəzifədir və çox maraqlıdır ki, Putin ordu məsələsində, hərb məsələsində qeyri-ruslara daha çox üstünlüyü verir. Bu nədən xəbər verir və xüsusilə də Yevkurov özü bir fiqur olaraq necə fiqurdur, proseslərə yanaşması necədir? Bilirsiniz, Yevkurov əvvəllər siyasət aləmində olan adam idi. Sonradan isə ona general rütbəsi verməklə Rusiya Müdafiə Naziri bu Şayqunun belə deyək də komandasına daxil olan şəxslərdən biridir. Ümumiyyətlə, yəni son illər Rusiyada aparılan çox əndirəbadi və əcaib bir siyasət həyata keçirilib, yəni ordu sahəsində. O bir müddət, deməli belə deyək də, Rusiya Müdafiə Naziri vəzifəsinə mülki şəxslər təyin olunandan sonra, yəni bu proseslər start götürdü və sonradan isə həmin o mülkidən gələn şəxslər sanki o ac toyuq böyük bir, belə deyək də, darılığa rast gəldiyi kimi Rusiya büdcəsinin ən böyük vəsaiti müdafiə və təhlükəsizlik sahəsinə ayrılır, konkret olaraq Müdafiə Nazirliyinə ayrılırdı. Ona görə də onlar bu vəzifələrə təyinat alandan sonra öz yaxın dostlarını, yoldaşlarını, hətta deməli, qoy deyim, yəni necə var, elə də demək lazımdır. Özlərinin oturub durduqları qadınları da yüksək vəzifələrə gətirib təyin elədilər. Sonra həmin qadınlara yüksək rütbələr verdilər. Elə bundan əvvəl Rusiya Müdafiə Naziri olmuş Sergey deməli Şayqu Rusiyada Fövqəladə Hallar Naziri olanda öz aparatında olan, özünə yaxın olan və hətta Rusiya prezidentinin də deməli işrət məclislərində iştirak edən xanımların bir xeylisini Rusiya Müdafiə Nazirliyinə rəhbər vəzifələrə gətirdi, maliyyə strukturlarına təyin elədi və onların çiynində birdən-birə yekə ulduzlar parlamağa başladı. Ümumiyyətlə, yəni hərbinin H hərfini tanımayan deməli qadınlar birdən-birə ordu generalları oldu. Nəinki qadınları? Üzeyir bəy, elə Şoyqunun özü də misal üçün hərbidən olduqca uzaq bir şəxs idi. Siz məni qabaqladınız, mən ona gəlirdim, ondan sonra Yevkurova qayıtmaq istəyirdim, dəyərli Rus bəy. Demək istəyirəm ki, yəni bunlar ordu ilə, yəni öz ata-baba, belə deyək də, mülklərini səhv salmağa başladılar və başladılar böyük deməli korrupsiya və rüşvətxorluq hallarına. Və ona görə də Rusiya ordusu bu günləri belə bir bərbad duruma düşdü. İndi siz deməli bu Yevkurovla bağlı danışırsınız. Elə bilirsiniz, ötən günlərdə darmadağın edilmiş Axmat batalyonunun komandiri də bilirsiniz də Abdi Alavuddinovdur. Yəni bu Ramzan Kadyrovun sevimli kadrlarından biridir. Buna birdən-birə general rütbəsi verib, gətirib Rusiya Müdafiə Nazirliyinin idarə rəisi səviyyəsinə qədər qaldırıb. Bilirsiniz, ümumiyyətlə, yəni düşüncə, mən hətta bəzən Rusiyadan, Belarusiyadan, Ukraynadan, Pribaltikadan, Gürcüstandan olan tələbə yoldaşlarımla və yaxud da ki, dostlarımla söhbətlərdə deyirəm ki, ümumiyyətlə, yəni bu hərbi məktəbləri ləğv etmək lazımdır. Nəyə görə ləğv etmək lazımdır? Ona görə ki, əgər Şayqu kimi heç bir hərbi savadı olmayan bir şəxs gəlib böyük bir nüvə dövlətinin müdafiə naziri olursa və ona birdən-birə Putinlə, nə bilim, balıq tutmağa gedəndə, nə bilim, saunada bir yerdə keyf eləyəndə, eş-işrət içində olanda, yəni birdən-birə bunun əhvalı düzəlir və Şayquya Rusiya qəhrəmanı adını verir. Şayqu hansı döyüşlərin iştirakçısı olub və ya da hansı xidmətlərin sahibi olub ki, ona Rusiyanın qəhrəmanı adı verilir. Eyni vəziyyət həmin o Gerasimovla bağlı. Biz verilişin əvvəlində Kurskla başladıq, Belgorodla başladıq, yəni həmin o Ukrayna ilə sərhəd olan Rusiya vilayətindən başladıq. Yəni bu günləri eyni vəziyyət də həmin qubernatorlarla, senatorlarla yaşanır. Bugün Rusiya Dövlət Dumasında xeyli sayda generallar var, hansılar ki, dünənə qədər Şayqu və Şayqunun Putinin pərəstişkarları idi. Həmin o boş-boş, mənasız danışan general-leytenant Qurulyovlar, o cümlədən
deməli Kartapolovlar, nə bilim Mixaylovlar, çoxlarını saya bilərəm. İndi yadımda qalanların yəni bir neçəsinin adını çəkdim. Bu günləri həmin adamlar Rusiya ordusunu çox xoşbəxt ediblər. Öz dərin, müasir, dırnaqarası əlbəttə ki, hərbi bilikləri ilə, bacarıqları ilə. Çünki bu günləri Ukrayna ordusunun cavan, müasir hərb elminə bələd olan generalları, birisi bundan əvvəl Zaluzhny idi, indi Aleksandr Sırskidir və digərləri. Həmin o, deməli, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ilə, deməli, Ukrayna Kəşfiyyat İdarəsinin rəisini müqayisə edin. Görün, hansının bacarığı nə səviyyədədir. Yəni, biz bu günləri əgər görürük ki, Rusiyanın hərbi aerodromları dron zərbələrinə məruz qalır, özdə 1000 kilometrlərlə məsafədə olan strateji bombardmançı təyyarələri daşıyan, belə deyək də, nöqtələr, hərbi bazalar zərbəyə məruz qalırsa, həmin o Engelsdə, həmin o Krasnodarda, həmin o Murmanskda, həmin o Volqogradda, həmin o Dağıstanda, hələ ən yaxın əraziləri mən belə sadalayıram. Ona görə bu günləri Rusiya ordusunun vəziyyəti, yəni bərbad bir durumdadır. Rusiya bugün yəni elə bir durumdadır, hamı ehtiyat edir ki, yox, Rusiyanın potensialı yüksəkdir, Rusiya hələ böyük vəsaitlərə sahibdir. Buyursun, Rusiya böyük vəsaitlərə sahibdir. Əgər mətbuatı izləyirlərsə, Rusiya deməli Mərkəzi Bankı bu günləri Rusiya hökumətinə, Mişustin hökumətinə xəbərdarlıq eləyib ki, bir zamanlar SSR-nin də dağılmasına bir müddət qalmış eyni mənzərə yaşanırdı. Yəni, o Rus rublunun o vaxtı, elə o vaxtda rubl idi də, SSR vaxtı da rubl idi. Yəni, onun default, yəni devalvasiyaya uğraması təhlükəsi var. Rusiyanın başının üzərini bu günləri həmin o təhlükə alıb. Bu haqda düşünməlidir. Yoxsa Rusiyanın aqrar sahəsi ilə və yaxud da ki, biznes sahəsi ilə məşğul olan insanları yığıb onlara Məlik Məmmədin nağılını danışmaqla deyil. Rusiya prezidenti onları yığıb onlara nağıllar danışır. Ay nə bilim, ümumdaxili məhsulumuz Avropada nə qədər artıb, Avropa tənəzzül dövrünü yaşayır. Amerikanı indi yavaş-yavaş leksikondan hələlik çıxarıb, çox da dərinə getmir.